Binə qəsəbəsi 160-ın son dayanacağına hardasa 300 metr məsafədə, asfaltdan 190 yolundan isə cəmi 100 metr aralı. Belə bir evimizin təqdimata gəlmişik. Qiyməti indi 60 min Azərbaycan manatı oldu. Qapı birbaşa açılır, yəni məhliyə. Maşın rahatlıqla daxil ola bilir. Padvala giriş də var. Kombi sistemi baxın burada çəkilibdir. Evimizin bir dənə də tək belə ağacı var. Sütül ağac. Girdiyi koridor sistemidir. Aboylarınacan hər bir şey çəkilir. Belə bir 5-in 3-ə qonaq otağımız. Otaq ölçüləri normaldır. Harca 85-90 kvadratlıq evdir. 3-ün 3-ə mətbəximiz, pəncərələr şəbəkə pəncərələrdir. 4,5-ün 3-ə bir yataq otağının ölçüsü normaldır. 3-ün 3-ə ikinci yataq otağı. Lüstrlarına hər bir şey asılıb. Sanitar qoşağımız. Qiymət 60 minə indi tələsin. 160-ın son dayanacaqda 300 metr məsafədir.